Məqsədi Azərbaycan və Ermənistan tərəflərini bir masa arxasına gətirib, münaqişəni diplomatik yollarla tənzimləmək və regionda davamlı sülh yaratmaq olsa da, fəaliyyəti bölgədə parçala və hökm sür siyasətinin tərkib hissəsini təşkil edən Avropa Təhlükəsizlik Əməkdaşlıq Təşkilatının Minsk qrupu tarixə qovuşdu. 1992-ci ilin martında yaradılan Minsk qrupu fəaliyyəti dövründə daha çox fəaliyyətsizliyi ilə yadda qaldı və münaqişənin həllində heç bir rol oynamadı. Azərbaycan tarixi ədaləti öz gücü hesabına bərpa etdi. Çünki rəsmi Bakı xarici maraqların toqquşduğu platformanın münaqişəni həll etməyə deyil, dondurmağa xidmət etdiyini çoxdan dərk etmişdi. Prezident İlham Əliyev Minsk qrupunun üzərinə düşən missiyanı yerinə yetirmədiyini illər ərzində dəfələrlə vurğulamışdı. Dövlət başçısı bu sözləri Vətən müharibəsindən sonra regiona səfər edən həmsədrlərlə görüşündə də bəyan etmişdi. Təəssüflər olsun ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahibidir. Mən son 17 il ərzində danışıqlarda iştirak etmişəm, lakin müharibə zamanı dediyim kimi, Minsk qrupunun ideyalarla çıxış etmək və yaradıcı olmaq istiqamətində müəyyən fəaliyyət olsa da, bunlar heç bir nəticə verməmişdi. Reallıq bundan ibarətdir. Azərbaycan öz gücü ilə status quo-nu dəyişdi. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini tək başına icra elədi. İşğala son qoydu. Dövlət sərhədlərinə nəzarəti tam bərpa etdi. Minsk qrupunun 30 ildə edə bilmədiyini Azərbaycan ordusu 44 gün etdi. Vətən müharibəsindən sonra Azərbaycan açıq şəkildə bəyan etdi ki, Minsk qrupunun fəaliyyətinə ehtiyac yoxdur. Bununla mən sözlərimi yekunlaşdırıram ki, sizi dinləyim. Çünki buraya gəlmək sizin ideyanız idi. Bunu bir daha kameralar qarşısında deyə bilərəm. Mən Minsk qrupunu səfərə dəvət etməmişəm. Lakin mənə məlumat verəndə ki, Minsk qrupu gəlmək istəyir, dedim gəlsinlər, etiraz etmirəm. Bəlkə onların mənə sözləri var. Əgər siz bunu kamera qarşısında söyləmək istəyirsinizsə, buyurun. Əgər istəmirsinizsə, mən onlara deyim getsinlər. Necə istəyirsiniz? Buyurun, sizi dinləyirəm. 2023-2025-ci illərdə qrup faktiki olaraq fəaliyyətini dayandırdı. Vaşinqton və Brüsseldə danışıqlarda Ermənistan da bu gerçəklə razılaşmalı oldu. 2025-ci ildə ATƏT Nazirlər Şurası Minsk qrupunun ləğv prosesini rəsmən təsdiqlədi. Nəhayət 30 ildə heç bir işə yaramayan ATƏT-in Minsk qrupu fiaskoya uğradı. Azərbaycan diplomatiyası bununla yeni bir tarixin başlanğıcını qoydu və heç bir nəticəni formalaşdırmayan, BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməyən və bilərəkdən münaqişəni uzadan, danışıqların imitasiyasını həyata keçirdən, turist diplomatiyasının fəaliyyətini icra edən bu bədnam Minsk qrupu tarixə qovuşdu. Və hesab edirəm ki, bu istiqamətdə Azərbaycan siyasəti, diplomatiyası və bu işi icra edən şəxslər xüsusi təqdir olunmalıdır. Azərbaycan regionda yeni reallıqlar yaratdı. Cənubi Qafqazda beynəlxalq münasibətlərin təbiətini dəyişdi. Bugün münaqişənin, separatizmin olmadığı bir regionda Minsk qrupunun oynaya biləcəyi rol da yoxdur. Onsuz da qrup ona həvalə olunan rolu 30 ildə uzadaraq roldan rola girib münaqişəni olduğu kimi saxlamaqdan başqa da bir işə yaramamışdı. Bu formatın hələ də qüvvədə saxlanılma cəhdləri dırnaqarası Qarabağ problemini gündəmdə saxlamaq təşəbbüsünün nəticəsi idi və bu təşəbbüsün üzərindən Azərbaycan tərəfi, Azərbaycan diplomatiyası xətt çəkməyi bacardı. Bu problemin gündəmdən çıxdığını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmış oldu və biz bir daha həm də göstərmiş olduq ki, regional proseslərin mərkəzi rolunda məhz Azərbaycan iştirak edir və Azərbaycanın haqlı beynəlxalq hüquq prinsiplərinə söykənən təşəbbüsləri, tələbləri qətiyyətli şəkildə yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupunun ləğvi Bakının suverenlik siyasətinin qələbəsi, müstəqil iradəsinin təsdiqi və beynəlxalq vasitəçilik monopoliyalarının iflası kimi qiymətləndirilməlidir. Azərbaycan 30 il uzadılan diplomatik oyuna son qoydu. Cənubi Qafqazın yeni siyasi xəritəsini çəkdi. Artıq münaqişəni bəhanə edərək həmsədrlik etdikləri platforma ilə regiona təsir etmək ilçaqlarını əlində saxlayan ölkələrin də planı suya düşdü. Bu deməkdir ki, Amerika Birləşmiş Ştatları, Rusiya və Fransanın artıq region üzərində geopolitik kombinasiyalar qurmaq cəhdləri mümkünsüz olacaq. Danılmazdır ki, regionda bu reallığı Azərbaycanın gücü, qüdrəti, siyasi iradəsi formalaşdırdı. Sənan Bəhrəmli, APA TV.